Salam əziz şagirdlər. 5-ci sinif ingilis dili iş dəftərindən Unit 6, 6-cı bölməni izah edirəm. School time, məktəb vaxtı. Language reference, dil istifadəsi. Present simple, he, she, it. Affirmative and negative. İndiki sadə zaman, he, qadın cins. İndiki sadə zaman, he, kişi cinsi. She, qadın cinsi, it, o, cansız varlıqlar. Hər biri o deməkdir. Təsdiqi və inkarı. Affirmative, təsdiq cümlələr. Peter plays volleyball. Peter voleybol oynayır. Polly chats with her friends. Polly dostları ilə söhbət edir. Olio watches TV. Olio watches TV. Olya televizora baxır. The class starts at 10. Present simple, he, she, it. Affirmative and negative. İndiki sadə zaman, təsdiqi və inkarı. He, kişi cinsi o. She, qadın cinsi o. It, cansız varlıqlar, yer üzərində tək varlıqlar, coğrafi adlar və s. o deməkdir. Affirmative, təsdiq, negativ, inkar. İndiki sadə zamanda üçüncü şəxsin təkində biz feillərə s və yaxud es şəkilçisi artırırıq. Peter plays volleyball. Peter voleybol oynayır. Polly chats with her friends. Polly dostları ilə söhbət edir. Olya watches TV. Olya televizora baxır. The class starts at 10. Dərs saat 10-da başlayır. Negativ. Adam doesn't play soccer. Adam futbol oynamır. He doesn't chat with his friends. O dostları ilə söhbət etmir. She doesn't watch TV on Mondays. O bazar ertələri televizora baxmır. It doesn't start at 10 on Fridays. 5-ci günləri, cümə günləri saat 10-da başlamır. We add s or es to the verbs after he, she and it. We use doesn't in the negative forms. Biz feillərin sonuna s və is şəkilsi artırıq üçüncü şəxsin təkində və inkar cümlələrində isə doesn't-dan istifadə edirik. Present simple, he, she, it. Yes, no questions. WH questions. Bəli, xeyr sualları, yəni ümumi suallar. Short answer, qısa cavablar. Does he like maths? O riyaziyyat xoşlayır. Does she play tennis? O tenis oynayır. Does it start at 4? O saat 4-də başlayır. Yes, he does. No, he doesn't. Bəli, xeyr. Yes, she does. No, she doesn't. Bəli, xeyr. Yes, it does. No, it doesn't. Bəli, xeyr. Əziz şagirdlər, hər zaman əgər sualda does və hər hansı şəxsin özü yazılarsa və yaxud insan adı verilərkən onu özümüz şəxsiyyət çeviririk. Qadın adı veriləndə qadın cinsində she, kişi adı verildikdə isə he kimi nəzərdə tuturuq. Cavab isə buna uyğun verilir. Yes, no questions. Burada səhv yazılıbdır. WH questions olmalıydı. Yəni xüsusi sual cümləsi. Where does he work? O harada işləyir? When does she do her homework? O ev tapşırığını nə zaman edir? How often does the restaurant close? Restoran nə zaman bağlanır? He works in school. Short answer. He works in a school. O məktəbdə işləyir. He does her homework in the evening. O ev tapşırığını axşam edir. It closes once a year. O ildə bir dəfə bağlanır. Xüsusi sual cümləsi dedikdə bizim xüsusi cavab tələb etdiyimiz sual cümlələri nəzərdə tutulur və bu zaman biz
Bəli, yox cavabını vermirik, xüsusi cavablar veririk. We use does subject verb in the question form. Sual cümləsində does mübtada və feil verbs. Don't like xoşlamamaq, hate nifrət etmək, like xoşlamaq, love sevmək. School subject art təsvir incəsənət, computer science kompüter elmləri, English İngilis dili, geografiya coğrafya, history tarix, maths riyaziyyat, music musiqi, physical education PE fiziki tərbiyə, science elm, təbiət elmləri, Spanish İspan dili. Is in a school məktəbdəki yerlər, playing field oyun ərazisi, canteen yeməkxana, gym idman zalı, library kitabxana, makerspace head teacher's office baş müəllim ofisi, toilet science lab elmi laboratoriya, staff room işçi otağı. Vokabulary lüğət. Find 9 school subjects in the word search. Deməli, bu çərçivənin içərisində 9 məktəb fənnini tapmalıyıq. Maths, music, science, English, history, geography, PE, Spanish, English. Complete the sentences. Complete sentences for you with like, don't like, love or hate and the subject in the picture. Şəkildəki fənlərə əsasən biz xoşlayır, xoşlanmır, sevir, nifrət edir kimi cümlələri tamamlayacağıq. Birinci şəkildə the girl don't like science. Children and the teacher love geography. This girl hate math. I don't like art. Üçüncü tapşırıq. Match the images with the words below. Aşağıda göstərilən sözlərlə biz şəkilləri tamamlayacaq. Şəkillərlə uyğunlaşdıracaq. Playing field, oyun sahəsi, make a space, yaradıcı məkan, canteen, yeməkxana, head teacher's office, baş müəllim ofisi, gym, idman zalı, toilet, library, kitabxana, staff room, işçi otağı. Birinci, playing field. İkinci, canteen. Üçüncü, make a space. Dördüncü, head teacher's office. Dördüncü, head teacher's office. Beşinci, staff room. Altıncı, gym. Yedinci, library. Sekizinci, toilets. Dördüncü tapşırıq. Use words from the images to complete the sentences. Təsvirlərə əsasən biz cümlələri tamamlayacağıq. Birinci, we make things in the makerspace. Biz yaradıcı məkanda əşyalar düzəldirik. We read books in the library. Biz kitabxanada kitablar oxuyuruq. We wash our hands in the toilets. Biz vanna otağında əllərimizi, biz bu otaqda əllərimizi yuyuruq. We play basketball in the playing field. Biz oyun məkanında, oyun sahəsində voleybol, basketbol oynarıq.
Biz oyun sahəsində basketbol oynayırıq. 5-ci. Mrs. Smith goes to the at lunch. Mrs. Smith goes to the canteen at lunch. Xanım Smith qəlinaltıda yeməkxanaya gedir. Səhifə 34-ün izahı, qramma, qrammatika. Birinci tapşırıq. Correct the mistake in these sentences. Bu cümlələrdə səhvləri düzəldək. Grace don't hang out with her friends. Grace doesn't hang out with her friends. Biz feilləri düzgün indiki zaman formasında yazacağıq. Martin watches TV after school. Martin watches TV after school. Martin dərsdən sonra, məktəbdən sonra televizora baxır. Roberta doesn't play the piano. Roberta doesn't play the piano. Roberto piyano çala bilmir. History class start at 10. History class starts at 10. Tarix dərsi saat 10-da başlayır. 5-ci. Mariana don't do her homework in her bedroom. Mariana doesn't do her homework in the bedroom. Mariana yataq otağında ev tapşırığını etmir. Look at the images. Then use the verb in brackets to complete the sentences. Təsəvvürlərə baxaq və biz mötərizədə olan sözləri mötərizədən çıxardaraq düzgün formada yazacağıq. Clara doesn't get up at 6 o'clock. Clara saat 6-da oyanmır. Dan doesn't study in the living room. Dan qonaq otağında dərslərini çalışmır. Mr. Ellis does not teach PE. Mr. Ellis fiziki tərbiyəni keçmir. Səlim likes pizza. Səlim pizzanı xoşlayır. Alisa goes to school with her friends. Alisa məktəbə dostları ilə gedir. Fatimə teach soccer. Fatimə idmanı öyrədir. 3-cü tapşırıq. Put the words in order to make a conversation. Biz yeri dəyişilmiş həmin bu sözlərdən düzgün sual cümləsi düzəldəcək və söhbəti tamamlayacaq. Does your brother like video games? No, he doesn't. Sənin qardaşın video oyunları xoşlayır? Xeyr. What does he do in the evening? O axşamlar nə edir? He studies in his bedroom. O yataq otağında dərs oxuyur. Does he has friends? Onun dostları var. He plays soccer with them on Saturday. O onlarla şənbə günləri futbol oynayır. Where does Sam play soccer? Sam harada futbol oynayır? He plays soccer in the park. O parkda futbol oynayır. How often do you play volleyball? I play volleyball every day. What does Nadia has for lunch? She has a sandwich for lunch. When does Max play volleyball? Max voleybolu nə zaman oynayır? He plays volleyball on Friday. O onu cümə günləri oynayır. Where does your sister go to university? Sənin bacın harada universitetə gedir? She goes to university in New York. O New Yorkda universitetə gedir. When does your science class start? It starts at 11. Sənin elm dərsin nə zaman başlayır? O saat 11-də başlayır. Səhifə 35. Reading. Oxu. Look at the text. What is it? Trick the correct options. Mətnə bax. Bu nədir?
və düzgün variantı işarələ. Meet some of our students. Bizim şagirdlərimizin bir neçəsi ilə görüş. Sandra. Sandra loves sports. Sandra idmanları sevir. She goes to the gym after school. O məktəbdən sonra idman zalına gedir. She has PE on Mondays and Tuesdays and she is on the school volleyball team. At weekends she hangs out with her friends and listens to music. O bazar ertəsi və çərşənbə axşamı onun fiziki tərbiyə dərsi olur və o məktəbin idman komandasındadır, voleybol komandasındadır. Həftə sonları o dostları ilə birlikdə vaxt keçirdir və musiqiyə qulaq asır. Funsani. Funsani plays the guitar and sings in a band. O gitara çalır və bir bandada, dəstədə oxuyur. His favorite things is films. Onun sevimli əşyası filmdir. Sevdiği şey filmdir. His favorite thing is films. Onun sevdiği şey filmlerdir. He goes to the school's Funsani. Funsani plays the guitar and sings in a band. Funsani gitara çalır ve bir grupta oxuyur. His favorite thing is films. Onun sevdiği şey filmlerdir. He goes to the school's film club every Wednesday and he always goes to the cinema with his friends at weekend. O deməli hər çərşənbə günü məktəbin film klubuna gedir. Dostları ilə isə həftə sonları kinoya gedir. Gemma. Gemma studies a lot. Gemma çox oxuyur. She likes English and maths, but her favorite subject is history. O İngilis dili və riyaziyyatı xoşlayır, lakin sevimli fənni isə tarixdir. She is a member of our school history club. She doesn't like sports, but she loves music and she plays the piano. O məktəbdəki tarix klubunun bir üzvüdür. İdmanı xoşlamır, lakin musiqini xoşlayır və pianoda çala bilir. Piano çalır. Anton is one of our school's best artists. Anton bizim məktəbin ən yaxşı rəssamlarından biridir. He does big paintings. O böyük rəsmlər çəkir. He also likes drama and he goes to the theater club on Saturdays. O dramanı sevir və həftə sonunda, şənbə günlərində teatr klubuna gedir. O dramanı sevir və həftə sonu, şənbə günlərində teatr klubuna gedir. Anthony's favorite things is video games. Antonio'nun sevimli şeyi video oyunlardır. He plays online with friends from all over the world. O bütün dünyadan olan dostları ilə online'da oynar. İkinci tapşırıq. Read the text and tick the correct person. Mətni oxu və düzgün insanın qarşısında işarə qoy. Good at Anton. Listen to music. Gemma. Loves films. Sandra. Has friends all over the world. Anton. Doesn't like sports. Gemma. Sings in a band. Funsani. Read the text again and answer the question. Mətni oxu və yenidən suallara cavab ver. Where does Sandra go after school? Sandra dərsdən sonra hara gedir? She goes to the gym. O idman zalına gedir. What team is Sandra on? Sandra is on the school volleyball team. Sandra məktəb voleybol komandasındadır. Who goes to the cinema with Funsani? Funsani goes to the cinema with his friends at weekends. O həftə sonları öz dostları ilə kinoya gedir. What instrument does Funsani play? Funsani plays the guitar. What instrument does Gemma plays? Gemma plays the piano. What club does Anthony go to? Anthony goes
See at a club on Saturday. Əziz şagirdlər, ümid edirəm ki, izahım ürəyinizcə oldu. Bu tip izahların davamı üçün kanalıma like edib abunə olmağı unutmayaq. Dostlarımızla paylaşaq. Sağ olun, salamat qalın. Bye bye.